Salam, gəlin birlikdə biraz zamanda geriyə gedək, hətta çox geriyə. İslam Peyğəmbərinin doğulmasından əvvəlki Məkkəyə, o dünyanı formalaşdıran ailəni və şəhəri anlamağa çalışaq. Bu, sadəcə bir şəhərin deyil, həm də onu böyük bir mərkəzə çevirən nəsillərin hekayəsidir. Baxın, bütün hekayə əslində bu fundamental sual ətrafında fırlanır. Bütün hadisələrin cərəyan edəcəyi bu səhnəni, yəni Məkkə şəhərini kim və necə qurmuşdu? Bu sadəcə bir şəhərin deyil, gələcəyi formalaşdıracaq bir irsin təməl hekayəsidir. Yaxşı, gəlin başlayaq. Hekayəmizin ilk qəhrəmanı Məkkənin demək olar ki, bütün taleyini dəyişdirən bir adamdır, Qusay bin Kilab. Qusayın Məkkə üçün nə qədər vacib olduğunu anlamaq üçün gəlin bir anlıq ondan əvvəlki vəziyyətə baxaq. Təsəvvür edin, Qureyş qəbiləsi Məkkə ətrafında dağınıq halda yaşayır, heç bir mərkəzi gücü yoxdur. Məhz Qusay gəldi və bu pərakəndəliyə bir son qoydu. O, qəbiləni bir yumruq kimi birləşdirərək şəhərin idarəsini tamamilə ələ aldı. Elə buna görə də ona boş yerə mücəmmi, yəni birləşdirici demirdilər. Amma onun planı sadəcə insanları bir yerə yığmaq deyildi. Yox, o daha böyük düşünürdü. Əslində, bir şəhər dövlətin, Məkkənin gələcəyini yüzilliklər boyu müəyyən edəcək bir idarəetmə sisteminin təməlini atırdı. Baxın, Qusayin qurduğu sistem 4 möhkəm sütun üzərində dayanırdı. Birincisi, nədvə. Bu, bir növ o dövrün parlamenti idi. Şəhərin bütün vacib qərarları məhz burada verilirdi. Sonra gəlirdi hicabə, yəni Kəbənin müqəddəs açarlarından saxlanması və qoruyuculuğu. Bu, inanılmaz bir nüfuz deməkdir. Və əlbəttə, sikayə ilə rifadə. Bunlar Məkkənin iqtisadiyyatının can damarı idi. Hacılara su və yemək paylamaq. Yəni, bu 4 vəzifə Məkkənin həm siyasətini, həm də iqtisadiyyatını əldə saxlamaq deməkdir. Yaxşı, hər şey əla görünür, düzdür? Amma indi gəldik ilk böyük sınağa. Qusayın qurduğu bu nəhəng güc və miras və sondan sonra nə olacaqdı? Necə ötürüləcəkdi? Və burada işlər biraz qarışır. Məsələ varislik məsələsidir. Qusay rəsmi olaraq vəzifələri böyük oğlu Əbdüməhara versə də, xalq arasında daha çox sevilən, daha çox hörmət edilən digər oğlu Əbdümənaf idi. Bax, bu vəziyyət Qureyşin içində gələcək bir güc savaşının ilk qığılcımını yandırdı. Nəticədə nə oldu? Qusayın mirası sanki ikiyə bölündü. Əbduddar nəsli rəsmi gücü, yəni Kəbənin açarlarını və o məşhur məclisi Nedvəni əlində saxladı. Əbdümənaf nəsli isə iqtisadi gücü, yəni hacılara xidmət edərək xalqın rəğbətini qazandı. Bu, 10 illiklər boyu davam edəcək bir rəqabətin başlanğıcı idi. Rəsmi hakimiyyət bir tərəfdə, xalqın sevgisi və iqtisadi təsir o bir tərəfdə. İndi isə gəlin diqqətimizi Əbdümanaf nəslinə, onun ən parlaq ulduzuna çevirək. Məkkənin təsirini sərhədlərindən çox-çox uzaqlara daşıyan bir adama, Haşim. İmlaf, bax, bu sözü yadda saxlayın. Haşimin bütün dahiliyi bu sözdə gizlənir. Bu sadəcə bir neçə ticarət müqaviləsi deyildi, yox. Bu, o dövr üçün diplomatik və iqtisadi bir inqilab idi. Bu müqavilələr sayəsində Qureyşin karvanları təhlükəsiz şəkildə səyahət edə bilirdi. Və Haşimin bu möhtəşəm planı məhz bu karvanlarla həyata keçdi. Hamımızın bildiyi o məşhur qış və yay səfərləri. Qışda isti Yəmənə, yayda isə sərin Suriyaya gedən karvanlar. Məkkəni Aralıq dənizi ilə Hind okeanı arasında əsl ticarət körpüsünə çevirdi. Artıq Məkkə sadəcə müqəddəs bir yer deyildi, həm də beynəlxalq ticarətin döyünən ürəyi idi. Amma hekayə sadəcə ticarətdən ibarət deyil. Hər şeyin içində biraz da şəxsi həyat var, elə deyilmi? Haşim bu səfərlərinin birində Mədinədə Səlma adlı bir xanımla evlənir. Və bu evlilikdən doğulan oğlu hekayəmizin növbəti əsas qəhrəmanı olacaq. Beləliklə, səhnəyə Haşimin oğlu çıxır. Dindarlığı, liderliyi və Məkkənin müqəddəs irsinə sahib çıxmasıyla yadda qalan bir insan Əbdülmüttəlib. Əbdülmüttəlibin liderliyini möhkəmləndirən hadisə isə demək olar ki, möcüzəvi bir şey idi. O, gördüyü bir yuxunun ardınca gedərək, əsrlərdir itmiş, qumlar altında qalmış müqəddəs Zəmzəm quyusunu yenidən tapır. Bu, sadəcə su tapmaq deyildi. Bu, Məkkəyə mənəvi bir ruhun qayıdışı idi və Əbdülmüttəlibin adını əfsanəyə çevirirdi. İndi isə gəldik Əbdülmüttəlibin həyatının ən dramatik, ən çətin anına. O, çətin bir vaxtında Allaha bir and içmişdi, bir nəzir demişdi. İllər keçir və onun duası qəbul olunur, 10 oğlu olur. Amma indi o ağır vədi yerinə yetirmək vaxtı gəlib çatmışdı. Təsəvvür edirsiniz o anı. Və püşk atılır. Püşkün nəticəsi isə sanki bir ürək ağrısı idi. Seçilən ad onun ən kiçik, canından çox sevdiyi oğlu Abdullah olur.
Əbdülmüttəlibin o anda nə yaşadığını təsəvvür etmək belə çətindir. Çıxış yolu axtarılır və bir müdrik qadından məsləhət alınır. Fidyə. Həll yolu püşk atmaq idi. Bir tərəfdə Abdullah, o birisi tərəfdə 10 dəvə. Püşk dəfələrlə Abdullahın adına çıxır. Hər dəfəsində dəvələrin sayı artırılır. 20, 30, 50. Nəhayət, dəvələrin sayı 100-ə çatanda püşk ilk dəfə dəvələrə düşür. Abdullahın həyatı tam 100 dəvə qarşılığında xilas edilir. Beləliklə, gəlib çatdıq hekayəmizin son nəslinə, Peyğəmbərdən bir əvvəlki nəslə. Diqqətimiz isə təbii ki, o xilas edilən oğlun Abdullahın üzərindədir. Abdullahın həyatı, bəli, qısa oldu, amma bütün bu nəsillərin hekayəsini bir nöqtədə birləşdirdi. Atasının fədakarlığı ilə həyatda qaldı, nüfuzlu bir ailədən Aminə ilə evləndi, lakin bir ticarət səfərindən geri dönə bilmədi, öz oğlu doğulmadan dünyasını dəyişdi. Onun mirası isə heç vaxt üzünü görmədiyi, amma bütün bir dünyanın gəlişini gözlədiyi oğlunda yaşayacaqdı. Bütün bunlara baxanda, gəlin sonda o ilk sualımıza qaydaq. Birləşdirilmiş bir şəhər, möcüzəvi şəkildə tapılan müqəddəs bir quyu və bütün çətinliklərə baxmayaraq qorunan bir nəsil, Qusaydan Abdullaha qədər hər bir insan bəlkə də fərqində olmadan tarixin ən böyük səhnəsini hazırlayırdı. Bu dünya artıq öz son və ən mühüm fəslini, öz peyğəmbərini gözləməyə tam hazır idi.